Mən Məhəmmədin anasıyam. Məhəmməd 1998-ci il təvəllüdü. Noyabr ayının 13-də anadan olubdu. Məhəmməd olduğu bir gündən əziyyətsiz bir uşaq olubdu. Hər bir ana kimi mən də evladımı böyütdüm. Məktəbə yola saldım. Məhəmməd məktəbində oxuya bilsə də, oxuya bilməsə də Məhəmmədin əli qavar, ayağı qavar bir uşaq oldu. Məhəmməd anasına, atasına düşkün bir uşaq oldu. Ailəsinə düşkün bir uşaq oldu. Məktəbi qurtardı. Hər bir ev oğlu kimi əskərliyinə getdi. Əskərliyi çəkdi, gəldi. Ondan sonra əskərliyi qurtardığı bir il idi. Ondan sonra müharibə başladı. Mən Məhəmmədi saxlaya bilməzdim. Çünki Məhəmmədi tanıyan insanlar da bilir ki, Məhəmməd çılğın bir uşaq olubdu. Sentyabrın 29-da Məhəmmədi yola saldıq. Sentyabrın 29-da getdi Məhəmməd. Məhəmməd oktyabrın 21-nə qədər döyüşdə olubdu. Məhəmməd 21 gün döyüşübdü. Ayın 23-də Məhəmməddən xəbər gəldi. Biz atasından, qardaşından analiz götürdülər. Sonra analiz elə məlum oldu ki, o Beyləqan şəhidi idi. Beyləqan şəhidi deməyək, bizim şəhidimizdir. Valideynləri Beyləqandan oldu. Sonra biz Məhəmmədi axtardıq noyabrın 4-nə qədər. Noyabrın 7-sində bizə xəbər gəldi ki, Məhəmməd həmən analizdə verildi ki, Məhəmməd şəhid olubdur. Məhəmmədi 7-si günü torpağa əmanət etdim. Məhəmmədlə qürur duyuram. Məhəmmədim Füzuli, Cəbrayıl, Qubadlı. Bu yerlərin adı gələndə mən Məhəmmədlə qürur duyuram ki, Məhəmmədim də orada duzu var. Əlinin duzu var orada. Məhəmmədim 21 gün döyüşübdü. Məhəmmədim 21 günü döyüş özü şəhid olsa da 20-si günü şəhid daşıyır mənim balım. Ölümün gözünün içinə dik baxıb mənim balım. Ona mən anası qurban olsun, onunla qürur duyuram. Kəşki özü gələydi, o elə medalları özü sinəsinə taxıb. Özü onunla fəxr eləyəydi, qürurlanaydı. Məhəmmədimin 5 dənə medalı var. Cəbrayıl, Füzuli, Qubadlı, Vətən uğrunda bir də cəsur döyüşçü medalları var. Hər bir ana kimi mən də balamla qürur duyuram. O mənim qürur mənbəyimdir, o mənim qəhrəmanımdır. Məhəmmədim elə bir ad veribdir ki bizə, onu dünya malı ilə da heç kim ala bilməz, amma Məhəmmədim onu bizə özü cismən bizdən ayrı qalsa da onu bizə yaşatdı. Məhəmmədim qəhrəmandır. Məhəmmədim həqiqi mənada qəhrəmanımdır mənim ki, Məhəmmədim birdən bəzən deyirlər ki, əskər yox, amma mən belə bir söz demək istəyirəm. Yəqin məni izləyənlər, analar mən başa düşərlər. Hər bir ana üçün evladı onun komandiri, onun mayoru, onun hər bir nə qədər yüksək rütbə olsa da həmən yüksək rütbələrin hamısı hamının balasında cəmlənir. İndi mənim balam mənim üçün nətər demək, o ən yuxarıda olan zirvələrdə olan bir balamdır. Mən balamla qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Onların sayəsində bugün biz yaşayırıq. İstəyir böyük olsun, istəyir uşaq olsun, istəyir xırda məclis olsun, istəyir böyük məclis olsun. Bunların hamısını bizə yaşadan o şəhidlərimizdir.
bir Məhəmmədin anası olaraq şəhidlərimizin qarşısında baş əyirəm. Sonsuz təşəkkür edirəm onlara. Allah onların yerini cənnət eləsin. Qazilərimizə də şəfa versin. Analarına, atalarına səbir versin ki, onların əsəblərinə, onların ağrılarına, acılarına dözsünlər. Allah onlara şəfa versin. Yeri göğü xəlq eləyən Allah. Bütün şəhid analarına da Allah səbir versin. Şəhid atalarına Allah səbir versin.